Değerli dostlar, hər vaxtınız xeyir olsun. Qeyd edeyim ki, bir müddət öncə Masallı şəhərində fəaliyyət göstərən bir neçə ümumi təhsil orta məktəbləri ilə bağlı çıxış etmişdim. Video müraciətim zamanı heç bir orta məktəbin adını çəkmədim və qeyd elədim ki, müraciətə diqqətlə qulaq asıb bu məsələni aradan qaldırsınlar. Məsələ nədir? Məktəblərdə sanitar qovşağı, yəni ki, ayaq yolu çox pis vəziyyətdədir. Antisanitariya qaydalarına riayət olunmur və şagirdlər bundan istifadə edə bilmir. Valideynlər həqiqətən hal-hazırda bu duruma görə çox narahatdırlar və hal-hazırda sizə təqdim etdiyim kadrlar Masallı şəhər bir saylı tam orta məktəbinin kadrlarıdır və bu məktəb Masallının ən böyük ümumi təhsil orta məktəblərindəndir. Buradan Elm və Təhsil Nazirliyinə və Masallı şəhər bir saylı tam orta məktəbinə müraciət edərək deyirəm ki, bu məsələni tezliklə aradan qaldırıb ictimaiyyətə geniş şəkildə açıqlama verin. Belə olmaz. Siz görürsünüz ki, Masallı gündən-günə gözəlləşir. Rayon rəhbəri Masallıda yeni inşa işləri görür, abadlıq işləri görür. Heç olmasa bundan nəticə çıxardın. Şagirdlər bizim gələcəyimizdir. Siz məktəbi bu vəziyyətə niyə salmısınız? Bu boyda bir saylı orta məktəb sanitar qovşağının vəziyyətinə baxın. Görün nə bərbad bir vəziyyətdədir. Qeyd edeyim ki, bu məsələ ilə bağlı bizim ciddi araşdırmamız gedir və rəsmi olaraq Elm və Təhsil Nazirliyinə müraciət ünvanlamışıq. Xahiş edirəm ki, bu məsələ ilə bağlı açıqlama verin və bu məsələni tezliklə aradan qaldırın.